Hər vaxtınız xeyir, kanalımıza xoş gəldiniz. Bugün kanalımızda bir xəmirdən həm badambura, həm də ki qoğal hazırlayacağam. Əvvəlcə acıtma hazırlayıram. 1 stəkan ilıq süd götürmüşəm. Üzərinə 2 çay qaşığı şəkər əlavə edirəm. Yarım çay qaşığı da maya əlavə edirəm. 1 yemək qaşığı da un əlavə edib qarışdırıram. Kənarda 5 dəqiqə saxlayıram ki, maya aktivləşsin. 1 kilo ələnmiş un götürmüşəm. Üzərinə çay qaşığının ucunda çox az miqdarda duz əlavə edirəm. 1 stəkan duru yağ əlavə edirəm. Duru yağ olaraq qarğıdal yağı götürmüşəm. 4 ədəd otaq temperaturunda olan yumurta. Əvvəlcədən hazırladığım acıtmanı əlavə edirəm. 180 qram 25%li xamanı da əlavə etdikdən sonra əlimlə xəmir yoğururam. Sonda yumşaq, ələ yapışmaya xəmir alınır. Badamburanın xəmiri yumşaq olduqda sonradan yaymaq daha rahat olur. Üzərini streç ilə, çay dəsmalı ilə örtüb 15 dəqiqə saxlayıram. 15 dəqiqə sonra xəmirin üzərini açıb bir dəfə də yenidən yoğururam. 2 dəfə xəmiri yoğurduqda badamburalar daha ləzzətli, daha xırçıltılı olur. Yenə də üzərini streçlə, salafanla örtüb 15-20 dəqiqə saxlayıram. Şirin qoğalın içliyin hazırlamaq üçün 70 qram duruldulmuş kərə yağının üzərinə stəkanın başından bir barmaq əskik şəkər, 1 stəkan un, 1 paket də vanil əlavə edirəm. Əlimlə umaç hazırlayıram. Hazır umaç bu qaydada olmalıdır. 20 dəqiqə keçdikdən sonra xəmirin üzərini açıb havasını çıxardıram. Dəzgahın üzərinə yerləşdirib 12 ədəd hissəyə bölürəm. Xəmirdən yumru kündələr hazırlayıram. Hər kündənin çəkisi 150 qram oldu. Kündələrin üzərini salafanla örtüb 10-15 dəqiqə saxlayıram. Yuxaların yapışmaması üçün dəzgahın üzərinə biraz duru yağ çəkirəm. Bir-bir kündələrdən götürüb üzərinə dəzgaha un səpib nazik yuxa yayıram. Birinci yuxanı dəzgahın üzərinə yerləşdirib kənarlara doğru böyüdürəm. Yuxanın üzərinə əridilmiş kərə yağı əlavə edirəm. Hər tərəfinə eyni qaydada çəkirəm. İkinci yuxanı da yerləşdirdikdən sonra kənar uclarını birləşdirirəm. Qeyd edim ki, badamburalar 6 qatdan ibarət olacaq. 12 kündə olsa da ayrı-ayrı yayıb 6 qat edəcəm. Üzərinə yenə də kərə yağı əlavə edib hər tərəfinə çəkirəm. Sonuncu 6-cı qatı da yerləşdirib kənar uclarını birləşdirirəm. Yuxanı kənarlara doğru nə qədər böyütsək, bir o qədər nazik olar. Sonuncu 6-cı qatında üzərinə kərə yağı əlavə edib hər tərəfinə çəkirəm. Yerdə qalan 6 kündəni də eyni ilə bu qaydada yayıb hazırlayacağam. Sonda rulet şəklində bururam. İstəsəniz tək-tək də kəsib bura bilərsiniz. Burarkən biraz dartaraq burmaq lazımdır ki, yuxalar biraz da genişlənsin.
Sonda rulet şəklində burduğum hissəni bu cür kəsirəm. Böyük və yaxud da kiçik ölçüdə kəsə bilərsiniz. Badamburanın içiliyi üçün 150 qram qoz, 150 qram fındığı əvvəlcədən qod çəkən maşında çəkmişəm. İçərisinə hil, 150 qram da şəkər əlavə edib qarışdırmışam. Qeyd edim ki, içliyin ayrıca hazırlanması kanalımızda var. Xəmiri bu cür kənar ucun içəriyə doğru qatladıqdan sonra kənarlara doğru genişləndirirəm. İçlikdən əlavə edib qaşıq yardımı ilə üzərindən basıram. Sonra kənar uclarını birləşdirirəm. Biraz dəzgaha çırpdıqdan sonra uç hissələri sivri şəkildə edirəm. Birini indi sizə göstərəcəm. Xəmirin uç hissəsini içəriyə doğru qatlayıb, xəmiri kənarlara doğru genişləndiririk. İçlikdən əlavə edib bükəcəm. Şirin qoğalı da eyni qaydada hazırlayıram. Kənar ucun içəriyə doğru qatlayıb, xəmiri bu cür genişləndirirəm. Uç hissədən genişləndirdikdən sonra içlikdən əlavə edib, üzərindən qaşıq yardımı ilə basıram. Xəmiri bu cür birləşdirib, əlimlə yassılayıram. Yerdə qalanlarını da eyni qaydada hazırlayıram. Əvvəlcədən kanalımızda şorqoğalı hazırlamışdım. Onun içliyindən biraz qalıb. İndi həmin içlikdən də əlavə edib, biraz da şorqoğalı hazırlayacağım. Listə düzdükdən sonra streçlə, çay dəsmalı ilə örtüb isti bir yerə qoymaq lazımdır ki, xəmir açsın. Xəmir acıdıqda streçi götürürəm. Yalnız qoğalların üzərinə yumurta sarısı çəkirəm. 1 ədəd yumurta sarısına 3 yemək qaşığı duru yağ əlavə edib qarışdırmışam. Bir-birindən fərqlənməsi üçün şor qoğalına çörək otu, şirin qoğala da küncüz səpirəm. 170 dərəcəlik sobada konveksiya rejimində bişirirəm. Artıq gördüyünüz kimi qoğal və badamburalar hazırdır. Badambura tam soyuduqdan sonra süfrəyə verərkən üzərinə şəkər pudrası əlavə edin. Görürsünüz, çox gözəl görünüşü var. Dadına söz ola bilməz. Həqiqətən də ağızda olan badambura qoğal alınıb. Neçə gün qalırsa qalsın, öz keyfiyyətini itirmir. Gördüyünüz kimi az ərzaqla, tək xəmirdən asan üsulla həm badambura, həm şirin, həm də ki şor qoğalı hazırladıq. Sizlərə də bu üsulu mütləq sınamağı tövsiyə edirəm. Videom sizlər üçün faydalı oldusa, izləyərkən bəyənməyi, kanalımıza abunə deyilsinizsə abunə olmağı unutmayın. Hazırlayacaq olanlara nuş olsun.